Toyuqlarınız bir-birinin lələklərini qoparır, hin içində dava, yaralanma və lələyi tökülmüş, tükü tökülmüş toyuq görürsünüz tez-tez. Onda bu videonu dostlar sona qədər izləyin. Bu videoda toyuqlarda lələk yemənin səbəblərini, qarşısını necə ala bilərik və hansı üsullardan istifadə etməklə alarıq, bu barədə ətraflı məlumat verəcəm. Bu davranış dostlar heç də təsadüfi deyil. Bu toyuqların sizə verdiyi bir siqnaldır. Ümumiyyətlə toyuqlar lələklərini niyə yeməyə başlayırlar? Lələk yemə toyuqlarda ümumiyyətlə tez-tez rast gəlinən problemdir. Bu davranış digər toyuqlara həqiqətən çox ziyan verir, infeksiyalara yol açır, toyuqlarda stres yaradır. Bu da öz növbəsində həm yumurta məhsuldarlığını azaldır, həm də əgər siz toyuğu ətli kimi saxlayırsınızsa, onun inkişafını ləngidir. Əgər vaxtında qarşısı alınmazsa, bu vərdiş sürünün hamısına yayıla bilər. Ən əsas səbəbi isə dostlar zülal çatışmazlığıdır. Lələklər ümumiyyətlə kreatindən ibarətdir. Toyuqlar kifayət qədər zülal almadıqda bir-birinin artıq lələyini yeməyə başlayırlar və yaxud da öz lələklərini yeyirlər. Həll yolu isə balıq unu istifadə edə bilərsiniz. Toyuqların yemində qaynadılmış yumurta verə bilərsiniz ara-ara fasilələrlə. Bu bəzən mineral və vitamin çatmayanda da baş verə bilir. Kalsium və mineral çatışmazlığı bu davranışı artırır. Əsasən toyuqlara bu halda verə biləcəyiniz şeylər üyüdülmüş yumurta qabığıdır, təbaşirdir, balıq qulaqları ola bilər və mineral əlavələr. Bəzən toyuqları həddindən artıq sıx yerdə saxlayanda, yəni toyuqlar sıxıldıqda bir yerdə, narahat olduqda, məsələn toyuğun sayı çoxdur, amma yerləri çox balacadır, dardır. O zaman da bu hal baş verə bilir dostlar. Toyuqlarda ümumiyyətlə hərəkətlilik az olduqda ən çox bu halda baş verir. Mənim bildiyim qədərilə şahid olmuşam. Bunu düzələrində şahid olmuşdum. Toyuqlarımda şükür olsun ki, belə bir problem yoxdur. O zaman da əlbəttə ki, toyuqlarda stres artır, aqressiya yaranır bir-birinə qarşı, çünki yerləri təbii olaraq dar olduğuna görə və başlayırlar lələklərini bir-birini yolmağa. Toyuqlar ümumiyyətlə bilirsiniz də dostlar, aktivdirlər. Yəni süst olanda tez, xəstələnəndə ümumiyyətlə tez bilmək olur. Yəni bir yerdə dayanmırlar, nələrlənsə maraqlanırlar tez-tez. Ona görə də toyuqların yeri imkan daxilində biraz geniş olmalıdır ki, bir-birinə qarşı aqressiyası olmasın. Ümumiyyətlə bir sözlə lələk yemə, tük yemə kimi belə problemlər baş verməsin. Mənim də toyuqlarım bəzən bir-birinə qarşı aqressiyalarını görürsünüz. Bu əlbəttə ki, təzə sürü ilə köhnə sürünün bir-birinə qarşı olan, belə deyim, yaxınlaşmalarıdır. Bir-birinə hökmranlıqlarını sübut etməyə çalışırlar. Əlbəttə ki, qocamanlar hər zaman qalib gəlir. Görmüş olduğunuz kimi elə, çünki bizim bu çolpalar elə balacadılar, o qədər də güclü deyirlər. Bəzən toyuqları bit-birə, yəni qaşınma yaradan parazitlər narahat edir və başlayırlar özlərini, yəni o qaşınan yerlərini dimdikləri ilə yolmağa, didməyə və bəzən orada yara yanılmağa başlayır və lələk başlayır tökülməyə. Bu həqiqətən də arzu olunmaz haldır. Çünki artıq vəziyyət bərbadlaşmağa doğru gedir. Bitin birənin verdiyi ziyanı qaydasına salmaq biraz çətin olur həqiqətən də. Məsələn, bayaq dediyim kimi vitamin, mineral çatışmayanda ən azından vitamin, minerallar verməklə bu problemi aradan qaldırmaq olur. Amma bit birə ilə mübarizə üsul həddindən artıq çox çətindir. İlk öncə oranı dezinfeksiya etməliyik, toyuqları dezinfeksiya etməliyik və müəyyən bir zaman kəsimində oranı müşahidə etməliyik ki, həqiqətən də bit birə artıq tükənib də, yəni toyuqlarımıza ziyan verməyəcək. Bunun qarşısında dostlar, təbii üsul kimi sizə toyuqlara kül vannası qəbul etdirə bilərsiniz. Mən bu haqda kanalımda tez-tez paylaşıram və əlavə olaraq yerlərini dezinfeksiya edə bilərsiniz. Tez-tez yerlərini təmizlədikdə əlbəttə ki, bit-birə və digər parazitlər bunların toyuqlarımızın yerində baş qaldırmayacaqlar, çoxala bilməyəcəklər. Ümumiyyətlə toyuqlara çalışın ki, təbii qidalar verin. Təbii qidalar verdikdə həqiqətən də toyuqlarda, belə deyim, ümumi götürdükdə digər xəstəliklərə qarşı da bir immun güclənməsi yaranır və həqiqətən də toyuqlar xəstəliklərdən qorunurlar. Bu xəstəliyə qarşı isə dostlar, toyuqlarınıza balıq unu, əlavə olaraq zülalla zəngin qidalar vermək lazımdır ki, toyuqlarımız həddindən artıq möhkəmlənsinlər, immun sistemləri güclənsin. Hazırda görürsünüz, mən toyuqlarıma yaşıllıq verməyə çalışıram və bunu xoş qarşılayırlar, didirlər, hərəsi bir tərəfdədirlər. Görmüş olduğunuz kimi, yəni toyuqlarımın sağlıq durumu da həqiqətən də qaydasındadır. Çünki onları mən imkan olduqca təbii qidalarla qidalandırıram. Yetərli bir səbəb deyil əslində və keyfiyyətli yemlərlə qidalandırıram və tez-tez demək olar ki, yerlərini də təmizləyirəm ki, sonra əlavə problemlərimiz ortaya çıxmasın.
Və yenə bu videoda bir daha bu fikri səsləndirim, deyim sizə haşiyə kimi. Mən toyuqlarıma dostlar heç bir peyvənd vurmuram. Şükürlər olsun ki, görmüş olduğunuz kimi bir maşallahınıza varam. Hər şey öz qaydasındadır, öz axarındadır. Yəni toyuqlarımda problem olmur. Bu toyuqlar bəzən çölə də çıxardıram. Çünki indi hazırda əkilməyən ərazimiz var. Ora buraxıram. Biraz didirlər, didələnirlər, nələrsə tapıb qidalanırlar. Amma hazırda görmüş olduğunuz kimi hin şəraitindədirlər və hinin bu artırma hissəsində belə qalırlar. Burada da yığılırlar yanıma. Özlərini darıyırlar. Bugün hava günəşli idi həddindən artıq. Ona görə də xoşallanıblar belə deyək. Xoruzumuz orada. Əsas xoruzumuz və yanındakı ikinci xoruzumuz da görmüş oldunuz. Hərəsi bir tərəfdə dostlar toyuqlarımın. Bu da bizim çolpalarımızdır. İlin, belə deyim, 2025-ci ilin son cücələri idilər. Artıq böyüyüblər. Bunları da artıq qoşmuşuq bura. Kalsium azlığı necə aradan qaldırıram soruşsanız, dəniz qumu verirəm toyuqlarıma. Orada xırda-xırda, belə deyim, balıq qulağının hissələrini tapıb ötürürlər mədələrinə və yumurta qabığını əzir vermək də olar. Yəni, əgər qum yoxunuzdursa, dəniz qırağında, dəniz sahilində yaşamırsınızsa, bununla da həqiqətən də toyuqların kalsium ehtiyacını ödəmiş olursunuz və təbaşir də o cümlədən yerlərinə sərin. Toyuqlar özlərinə lazım olan qidanı seçib götürürlər onsuz da. Yəni, siz deməsəz də torpaqda görürsünüz dostlar, didir, nələrsə didir. O özünə lazım olan qidanı bizdən əlbəttə ki, yaxşı görür. Əgər toyuqlarınızda bu problem varsa, lələklərini yeməyə başlayıblarsa, ilk öncə nə etməli dostlar? Həmin toyuğu ayırmaq lazımdır. Karantin rejimində belə deyə saxlamaq lazımdır. Sağalana qədər təbii ki. Və əlavə olaraq qırmızı işıq lampasından istifadə etmək lazımdır. Bəziləriniz əlbəttə ki, bunu bilir. Lampadan ona görə istifadə edirik ki, qan rəngində, yəni qırmızı rəngdə olduğundan qanın rəngini göstərmir. Zülal miqdarını artırmaq lazımdır ki, digər toyuqlarımızda da həmin problem olmasın. Və stres yaradan nə faktor, səbəb varsa, onları əlbəttə ki, aradan çıxartmaq lazımdır. Ümumiyyətlə, bu xəstəliyin yaranmasında ən çox önə çıxan səbəblər yalnız dənli bitkilər vermək toyuqlara, yaşıl yer verməmək, hin sıxlığına nəzarət etməmək və parazitlərə qarşı heç bir tədbir görməmək. Yəni, bu səbəblər, bunları etdikdə, yəni, bəzən toyuqlara fikir verirsiniz, mən qara un da verirəm. 2 ay qara un verəndə arada bir dənli bitki verirəm, yəni arpa verirəm və yaxud da buğda da bəzən verirəm. Və yaşıllıq da bəzən toyuqlarıma verirəm ki, yəni qışın bu çağlarında ən azından yaşıllıqla da qidalansınlar. Onlara lazım olan vitamin deposunu özlərində depolasınlar. Ümumiyyətlə, hər şeyin başında təmizlik gəlir. Təmizlik həqiqətən də imandan gəlir. Nə qədər hinimiz təmiz olsa, o qədər xəstəliklər bizdən, bizim toyuqlarımızdan uzaq qaçacaq. Yox, hini vaxtında təmizləmədikdə, folluqlardakı atdıqlar tez-tez götürmədikdə müxtəlif problemlər çıxır ortaya. Buna görə də çalışın toyuqlarınızın altlarını, hinlərini ümumiyyətlə tez-tez təmizləyin ki, belə problemlər ortaya çıxmasın. Ümumiyyətlə, toyuqlarınıza nə qədər təbii qida versəz, o qədər immun sistemləri güclü olacaq və xəstəliklərə qarşı müqavimətləri artacaq. Hazırda görürsünüz dostlar, belə kələmin artıqlarını vermişəm. Bəzən kələmin özünü bütöv halda da verirəm, asıb verirəm, doğrayıb verirəm. O cümlədən sarımsaq, soğan, bu kimi təbii qidalar verirəm toyuqlarıma ki, immun sistemləri daha güclü olsun, xəstəliklərə qarşı dözümlü olsunlar. Bu haqda ümumiyyətlə kanalımda videolar çoxdur. Daxil olub, baxa bilərsiniz kanalıma. Ümid edirəm ki, video sizlər üçün faydalı oldu. Sizlərdən bir xahişim var, daha çox motivasiyamın olmağı üçün, daha çox həvəsimin artmağı üçün videoları bəyənin ki, insanlar tərəfindən daha çox izlənsin, rəy yazın, fikirlərinizi yazın video haqqında. Əgər hansısa bir təklifiniz varsa və yaxud da iradınız da varsa, mən onlara da açıram, rəylərinizi gözləyirəm. Videonu mütləq şəkildə bəyənməyi unutmayın. Xoşunuza gələrsə paylaşa da bilərsiniz. İnşallah yeni videolarda görüşərik. Sağ olun, salamat qalın, özünüzü qoruyun. Hələlik.